Azərbaycan cəmiyyətinin siyasi fikir və müqavimət liderlərindən biri olan Tofiq Yaqublu aprelin 1-dən aclıq aksiyasına başlayacağını bildirib. Bu barədə Tofiq Yaqublu müraciət yayıb. Bu müraciətdə deyilir: Mənə qarşı əsassız, qanunsuz və tərbiyəsiz 9 il azadlıqdan məhrum etmə hökmünə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlayıram. Bilirəm ki, bu çox çətin olacaq. Eyni zamanda bir çox dostlar bu addımımı təqdir etmirlər. Bununla belə mən bu addımı atmaqda qərarlıyam. İndi 65 yaşın içindəyəm. İlham Əliyevin planına görə mən həbsxanadan 74 yaşında çıxmalıyam. Ancaq mənim bu qədər yaşayacağıma heç bir zəmanət yoxdur. Xüsusilə də həbsxana şəraitində. Digər tərəfdən, həbsxanada ölməsəm belə ömrümün son illərini niyə həbsxanada keçirməliyəm? Mənə qarşı ləyaqətsizcəsinə, şərəfsizcəsinə şər atılıb və saxta ittihamlarla qanunsuz olaraq həbsdə saxlanılıram. Hər kəs bilir ki, mən siyasi fəaliyyətimə görə həbs olunmuşam. İndi mən katapultu olmayan, təyyarəsi vurulmuş hərbi pilot vəziyyətindəyəm. Onsuz da təyyarə meşədə, çöldə və ya dağda düşəcək. Elə isə bunun sonu ölümdürsə, vurulmuş təyyarəni düşmənin hərbi bazasına çırpmaq daha doğru olmazmı? Həmin pilota 15-30 dəqiqə artıq yaşamaq nə verəcək ki? Ona görə də